Ermənistan xüsusi xidmət orqanlarının tapşırıqlarının icrasını həyata keçirməklə dövlətə xəyanət etməkdə ittiham olunan İqbal Əbilovun məhkəmə araşdırması başa çatıb. Today Press TV xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub. Müttəhimə verilmiş ittihamlar kifayət qədər dəlil və sübutlar, həmçinin şahid ifadələri ilə təsdiqini tapıb. Hökmə əsasən İqbal Əbilov 18 il azadlıqdan məhrum edilib. Qeyd edək ki, İqbal Əbilov Dövlət Təhlükəsizlik Xidmətinin İstintaq Baş İdarəsində aparılan araşdırma nəticəsində cinayət məsuliyyətinə cəlb edilib. Ona qarşı Cinayət Məcəlləsinin dövlətə xəyanət, xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə dövlət əleyhinə yönələn ağır çağırışlar və milli nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlər maddələri ilə ittiham irəli sürüldü. Məlumatlarda deyilirdi ki, Əbilov İqbal Şahinoğlu 3-cü ölkə ərazisində məskunlaşaraq Ermənistan xüsusi xidmət orqanı nümayəndələrinin tapşırıqlarının icrasını həyata keçirməklə dövlətə xəyanətdə, onlarla razılaşdırılmış qaydada Azərbaycan ərazisində etnik zəmində nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlər etməkdə ittiham olunur. Barəsində həbs qəti imkan tədbirinin seçildiyi məhkəmə prosesində digər dəlillərlə yanaşı, İqbal Əbilovun İrəvan Dövlət Universitetinin İranşünaslıq kafedrasının rəhbəri və Ermənistanda fəaliyyət göstərən Şərqşünaslıq İnstitutunun direktoru, Ermənistan xüsusi xidmət orqanlarının nəzarəti altında Azərbaycanın ərazi bütövlüyü əleyhinə məqsədyönlü iş aparan Asatryan Garnik Seroboviç ilə Skype vasitəsilə apardığı gizli danışıqlar və sövdələşmələri də elan edilib. Namiq Abbasov, Today Press TV.